Bu gün sizə elmi dildə 2 otaqlı mənzil təqdim edəcəm, çoxları kimi. Mənzilin ahəngi 2 otaqlı, ahəngi çox yüksək, insanın əhval-ruhiyyəsini... Amma bir dəqiqə deyək, bu nə la? Mənim hörmətli izləyicilər, getdik başdan sizə bir dənə girişi göstərdim. Bura mənzilimizin giriş hissəsidir. Buradan gəlsən 16-cı mərtəbəyə qalxırsan. Bura hamam otağıdır. Təmir səviyyəsi özünüz bir dənə qiymətləndirin də, yəni baxa-baxa videoya. Burada çamaşır makinası var, burada açmalı dolabları var. Bura yataq otağıdır. İçinin bütün mebelləri yığılıb, şkafı, kondisioneri, hər şey var. Yəni sıraya bir yaşada, yəni o dərəcədə bir dənə mənzildir. Burada mətbəxidir və sonunda sizə havanı saxlamışam. Sonda çıxacağıq balkona, baxışı göstərəcəm. Bütün elektronikalar hamısı yığılıb, mənzilin içindədir, isti boldur. İndi keçək balkona. Bura mənzilimizin balkonudur. Balkonundan